Salam, əziz abituriyentlər, hörmətli müdavimlər. Bugünkü dərs izahımız 20-ci əsrin ikinci yarısında Azərbaycan mədəniyyəti mövzusudur və Azərbaycan mədəniyyətində təhsil sahəsində hansı islahatlar keçirilir, hansı yeni müəssisələr açılır və bunda məqsəd nə idi? Bununla bağlı bugünkü mövzumuzda danışırıq. İlk öncə baxırıq, bu islahatları keçirməkdə və yeni müəssisələr açmaqda məqsəd nədir? Təbii ki, məqsəd təlim-tərbiyə sistemini yaxşılaşdırmaq idi, tədrisin səviyyəsini yüksəltmək və məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən biz misal çəkə bilərik. 1959-cu ildə icbari 8 illik təhsilə keçid və rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında qərar. Yadınızdadsa, biz bundan əvvəlki mövzuda da qeyd etmişdik, toxunmuşduq bu məsələyə. 1959-cu ildə bu İmam Mustafayevin birinci katibliyi dövrünə təsadüf edirdi. Rus məktəblərində Azərbaycan dilinin icbari tədrisi haqqında qərarın qəbul edilməsi. Və həmçinin ölkədə yeni ali məktəblər də açılır. Bunun haqqında da danışırıq burada. 1966-cı ildə isə icbari 10 illik təhsilə keçilir. İcbari 10 illik təhsilə keçilməsi isə Vəli Axundovun birinci katibliyi dövrünə təsadüf edir. Yeni ali məktəblər açılır burada. Teatr İnstitutu, Xarici Dillər İnstitutu Bakıda fəaliyyətə başlayır. Naxçıvan Pedaqoji İnstitutu, Xankəndi Pedaqoji İnstitutu da fəaliyyətə başlamışdı və Heydər Əliyevin dövründə ali təhsil müəssisələrinin sayı artırılır. Bundan əlavə SSR-nin qabaqcıl və mərkəzi ali məktəblərində kadrların hazırlanması işinə də önəm verilirdi, diqqət yetirilirdi. Yəni Azərbaycanlı gənclər həmin təhsil müəssisələrində təhsil almaq üçün göndərilirdi və 1971-ci ildə isə Heydər Əliyevin təşəbbüsündən Cəmşid Naxçıvanski adına orta ixtisaslaşdırılmış hərbi məktəb açılır və Bakıda fəaliyyətə başlamışdı bu məktəb. İnternat tipli idi. Məqsəd isə təbii ki, Azərbaycanlı gənclərin SSR-nin ali hərbi məktəblərinə daxil olmasını təmin etməkdən ibarət idi. Və məktəblərdə Azərbaycan tarixinin öyrənilməsi amma laqeyd yanaşılırdı. Bu, yəni mənfi hal idi. Belə ki, SSR tarixi adı altında əslində Rusiyanın tarixi tədris edilirdi. Azərbaycan tarixi isə belə deyək də arxa plana atılmışdı. Mümkün qədər çox az toxunulurdu bu məsələlərə. Mətbuatla bağlı nə deyə bilərik? Tamamilə kommunist ideologiyasının təsirində olsa da mətbuat, amma 70-ci illərdə Azərbaycan dilində olan mətbu orqanların sayı artırdı və yaradıcı gənclər üçün Ulduz yaradıcı jurnalı fəaliyyətə başlayır 1967-ci ildən. 1969-cu ildə Qobustan Almanaxı, 1970-ci il Sovet Türkiyologiyası jurnalı, 1975-ci il Azərbaycan Təbiəti jurnalı və 70-ci illərdə ədəbiyyat və incəsənət və Azərbaycan müəllimi kimi qəzetlər fəaliyyət göstərirdi, nəşr olunurdu və satirik jurnal olan Kirpi jurnalı da nəşr olunurdu. Yeri gəlmişkən satirik jurnal olması bu Cəlil Məmmədquluzadənin redaktorluğundan nəşr olunan, 20-ci əsrin əvvəllərində nəşr olunan Molla Nəsrəddin jurnalından oxşarlıq təşkil edə bilər. Mədəni maarif sahəsində biz hansı tədbirləri görürük? Belə ki, Sovet dövründə əslində dini bayramlar qadağan olunmuşdu. Amma buna baxmayaraq xalq öz bayramlarını qeyd edirdi, qeyri-legal da olsa və xalq öz ənənələrini unutmurdu. Amma 1967-ci ildən Şıxəli Qurbanovun təşəbbüsündən Novruz bayramı rəsmi olaraq bahar bayramı kimi qeyd edilməyə başlanır. Bu da yəni bir yenilik idi və bu da yenə Vəli Axundovun birinci katibliyi dövrünə təsadüf edir.
1956-cı ildə Səməd Vurğunun 50 illik yubileyi keçirilir və xalq şairi adı verilir. İlk dəfə xalq şairi adı Səməd Vurğuna verilmişdi. 1958-ci ildə isə Məhəmməd Füzulinin vəfatının 400 illiyi keçirilir və bu 400 illikdə Azərbaycanda keçirilmişdi təbii ki. Azərbaycandan başqa İran, İraq, Türkiyə və Əfqanistan nümayəndələri də bu tədbirdə iştirak etmişdilər. 1976-1987-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası da nəşr olunmuşdu. Mədəni maarif sahəsində başqa hansı tədbirlər həyata keçirilmişdi? Bakıda, Şuşada və Naxçıvanda da yeni açılmış biz muzeylərin, müxtəlif ev muzeylərini görürük. Bununla bağlı nələr var? Belə ki, 70-80-ci illərdə Bakıda Üzeyir Hacıbəylinin, Səməd Vurğunun və Cəfər Cabbarlının ev muzeyləri açılmışdı və həmçinin Azərbaycan xalçası və Xalq Tətbiqi Sənət Muzeyi də Bakıda fəaliyyətə başlamışdı. Bundan əlavə Şuşada Bülbülün ev muzeyi açılır. 1977-ci ildə Şuşanın tarixi hissəsi tarixi memarlıq qoruğu elan edilir. 1980-ci illərdə isə Molla Pənah Vaqifin məqbərəsi açılır Heydər Əliyevin iştirakı ilə. Və 1977-ci ildə biz həm də SSR-nin 3-cü konstitusiyasının qəbul edilməsini görürük, eyni ildə baş vermiş hadisə kimi. 1982-ci ildə isə Hüseyn Cavidin nəşi Sibirdən, yəni İrkutsk vilayətindən gətirilir və Naxçıvanda dəfn edilir. Və Hüseyn Cavid bilirsiniz ki, repressiyanın qurbanı olmuşdu, Sibirə sürgün edilmişdi, sürgündə vəfat etmişdi və onun nəşi öz doğma torpağı olan Naxçıvanda dəfn edilmişdi və 100 illik yubileyi keçirilir Hüseyn Cavidin. Həmçinin Bakıda və Naxçıvanda ev muzeyləri fəaliyyətə başlayır, əsərləri nəşr edilmişdi. Elmlər Akademiyası haqqında nə deyə bilərik? 1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyası yaradılır və akademiyanın ilk prezidenti Mirəsədullah Mirqasımov seçilmişdi. Bundan əlavə Üzeyir Hacıbəyli, Səməd Vurğun, Mirəsədullah Mirqasımov, Topçubaşov, Yusif Məmmədəliyev akademiyanın həqiqi üzvləri seçilmişdilər. Və bu dövrdə həmçinin biz fizika və astronomiya, kimya, fəlsəfə və dilçilik sahəsində də müxtəlif nailiyyətlərin şahidi oluruq. Belə ki, 1950-ci illərdən kvant fizikası və kosmogoniya inkişaf edir və nəticədə də Şamaxı Astrofizika rəsədxanası tikilir. SSR-də ən böyük rəsədxanalardan biri idi və bu rəsədxana qısaldılmış adınla bu həm də şar adlanır. Bunu da yenə qeyd edim. Kimya sahəsində isə Yusif Məmmədəliyev yüksək oktanlı aviasiya benzininin hazırlanması üçün yeni üsul kəşf etmişdi. Bu hələ 2-ci Dünya müharibəsi illərində kəşf etmişdi bu yeniliyi, bunu da deyək. Və fəlsəfə dilçiliklə bağlı nə deyə bilərik? Heydər Hüseynovun 19-cu əsr Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən əsəri nəşr olunur 1949-cu ildə və bu əsərdə keçən mövzumuzda da buna toxunmuşduq ki, Heydər Hüseynov Şeyx Şamil hərəkatına azadlıq mübarizəsi kimi təqdim etdiyinə görə, qiymətləndirdiyinə görə ona verilmiş Stalin mükafatı geri alınır, o təzyiqlərə məruz qalır və bu həmin dövrdə 1949-cu ildə baş vermişdi. Və Əbdüləzzəl Dəmirçizadənin Kitab-ı Dədə Qorqud dastanının dili kitabı da nəşr olunmuşdu bu dövrdə.
və tarixşünaslıq və arxeoloji kəşflərlə bağlı nə deyə bilərik? Bayaq da qeyd etdiyimiz kimi əslində tarix fənni üzərində, tarix elmi üzərində təzyiqlər daha güclü idi. Azərbaycanın tarixi dərindən öyrənilib və öyrədilmirdi, amma bununla da yanaşı həmçinin tarixə dair əsərlər yazılırdı. Tarixçilərimiz, tarixşünaslarımız bu dövrdə Ziya Bünyadov, Sara Aşurbəyli və Mahmud İsmailov olmuşdu. 1946-cı ildə Saleh Qaziyevin rəhbərliyi altında ekspedisiya Mingəçevir abidələrini tədqiq etməyə başlayır və 1947-ci ildə İshaq Cəfərzadə Qobustan qayaüstü təsvirlərini tədqiqinə başlayır. Amma Qobustan qayaüstü təsvirlərinin hələ aşkara çıxarılması və qeydiyyata alınması 1939-cu ildə olmuşdu. Bunu da yadımıza salaq. Və 1960 və 1968-ci illərdə Məmmədəli Hüseynov Azıq mağarasını tədqiq edir və 1968-ci ildə Azıq adamının at çənə sümüyü tapılmışdı. Qobustanla bağlı başqa nəyə qeyd edə bilərik? 1966-cı ildə qoruq elan edilmişdi Qobustan. Bunu da yenə deyək və açıq səma altında muzey adlandırılır. 1970 və 1980-ci illərdə Azərbaycanda elm daha da inkişaf edir. Məsələn, Azərbaycan SSR-də Elmlər Akademiyasının Naxçıvanda elmi mərkəzi fəaliyyətə başlayır bu dövrdə. Bundan əlavə Bakıda Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyi yaradılır. Və Xəzər dənizində geofiziklərimiz İranın xahişi ilə İrana məxsus şelf zonasında 44 perspektivli neftli qazlı struktur aşkar edirlər. Bundan əlavə Azərbaycanlı geologiya, mineralogiya elmləri doktoru Fərman Salmanovun rəhbərliyi ilə Qərbi Sibirdə Tumen vilayətində yeni neft və qaz yataqlarının kəşf edilməsi işi həyata keçirilir və Sibir neftinin kəşf edilməsi isə Azərbaycan neftinə marağı azaltmışdı. Amma Sibir neftinin tərkibində kükürt çox idi və Bakı-Qrozno neft kəməri çəkilir və kükürtlü Sibir nefti Bakıya gəlir emal olunmaq üçün. Bu da Azərbaycan belə deyək, ekologiyasına mənfi təsir göstərirdi. Çünki onun tərkibindəki tullantılar ekologiyanı çirkləndirirdi. Bundan əlavə burada kiçik bir haşiyə çıxım. Fərman Salmanov xidmətlərinə görə Rusiyada hal-hazırda Rusiya Federasiyasının səhv etmirəmsə Surgut şəhərindəki aeroport Fərman Salmanovun adı verilmişdi onun xidmətlərinə görə. Və Nadir İbrahimov kosmos və astronomiya ilə bağlı fəaliyyət göstərmişdi. Belə ki, Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə görkəmli astronomumuz Nadir İbrahimovun bu sahədəki uğurlarının şərəfinə Mars planeti kraterlərindən birinə İbrahimov krateri adı verilmişdi. Bundan əlavə 3 asteroidə isə Azərbaycan, Nizami Gəncəvi və bir də Şar adları verilmişdi. Şarda bayaq da qeyd etdiyim kimi Şamaxı Astrofizik Rəsədxanası adının qısaldılmış formasıdır. Və incəsənətlə bağlı nə deyirik? Belə ki, xalq musiqiçilərimiz var idi bu dövrdə və bəstəkarlarımız böyük səhnə əsərləri yaratmışdılar. Xalq musiqiçilərimiz sırasına Xan Şuşunski, Seyid Şuşunski, Sara Qədimova, Şövkət Ələkbərova, Qurban Pirimov bunlar daxil edir və ifaçılarımız isə Rəşid Behbudov, Lütfiyar İmanov, Rübabə Muradova, Vaqif Mustafazadə və Habil Əliyev, Ramiz Quliyev ifaçılarımız olmuşdu. Və bəstəkarlar isə Tofiq Quliyev, Emin Sabitoğlu, Elza İbrahimova, Cavanşir Quliyev, Səid Rüstəmov, Cahangir Cahangirov, Süleyman Ələsgərov olmuşdu. Böyük səhnə əsərləri isə yaratdıqları böyük səhnə əsərləri Fikrət Əmirovun
Sevil operası var idi, Min bir gecə baleti var idi. Qara Qarayevin İldırımlı yollarla 7 gözəl baletləri var idi və Şəfiqə Axundova Gəlin Qayası operasını yazmışdı. Yeri gəlmişkən, Şəfiqə Axundova Şərqdə ilk opera yazan qadın olmuşdu. Və burada biz adları mütləq və əzbərləməliyik. Çünki testdə qarışıq formada verir və tutaq ki, iki müğənninin, iki xalq musiqisinin adını verib və uyğunluğu, məntiqi ardıcıllığı davam etmək tələb olunur sizdən. Ona görə də siz adları əzbərləməlisiniz ki, o ardıcıllığı, düzgün ardıcıllığı qura biləsiniz. Və incəsənətlə, teatrla bağlı nə deyə bilərik? Leyla Bədirbəyli, Mövsüm Sənani, Lütfiyar Abdullayev, Nəsibə Zeynalova, Məlik Dadaşov, Məmməd Rza Şeyxzamanov, bunlar bizim aktyorlarımız olmuşdu və Həsən Turabov, Amaliya Pənahova, Səməndər Rzayev, Siyavuş Aslan, Yaşar Nuri və Hacıbaba Bağırov da yenə aktyorlarımız idi. Və təsvir incəsənətlə bağlı rəssamlarımız kimlər idi? Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Mikail Abdullayev, Tahir Salahov, Toğrul Nərmanbəyov və xalçaçı rəssamımız Kamil Əliyev olmuşdu. Kamil Əliyev xalçaçı rəssamımız idi. Və heykəltaraşlarımız isə Cəlal Qaryağdı, Tokay Məmmədov, Ömər Eldarov olmuşdu. Və xüsusi olaraq qeyd edək ki, Fuad Əbdürrəhmanov Gəncədə Nizami Gəncəvinin heykəlini yaratmışdı və buna görə də dövlət mükafatına layiq görülmüş. Və akademik Zərifə Əliyevanın qəbrüstü abidəsinin müəllifi də Ömər Eldarov olmuşdu. Kino sənətinin inkişafından bağlı nə deyirik? 1945-ci ildə Arşın Malalan dünyada nümayiş olunur və dövlət mükafatı qazanır. Bu, dünya ekranına çıxan ilk əsərimizdir. Amma Azərbaycanın ilk filmi 1916-cı ildə çəkilmiş Neft və Milyonlar Səltənətində filmi olmuşdu. 1950-ci illərdə isə Qaradaşlar, Qızmar Günəş altında, Bir məhəlləli iki oğlan, Uzaq sahillərdə, O olmasın, bu olsun, Ögey ana filmləri ərsəyə gətirilmişdi. Və 70-80-ci illərdə isə Azərbaycan film məhsulları olan 7 oğul istərəm, İstintaq, Nəsimi, Babək, Axırıncı Aşırım və Dədə Qorqud filmləri olmuşdu. Rejissorlarımız isə Adil İskəndərov, Tofiq Kazmovski və Mehdi Məmmədov olmuşlar. Bakının bərpası və memarlıqla bağlı nə deyirik? Ləmbəranskinin rəhbərliyi ilə Bakı abadlaşdırılmışdı bu dövrdə və 1960-cı ildə ilk metropoliten, Bakıda ilk metropoliten istifadəyə verilir 6 stansiyasından birlikdə və bu yaxın şərqdə birinci metropoliten olmuşdu. Və parklar isə dənizkənarı park yenidən qurulur və onun ərazisində Bakı Venesiyası adlanan uşaq şəhərciyi və şəhərin mərkəzində isə Fəvvarələr meydanı yaradılmışdı. 50-ci illərə aid obyektlərimiz isə Hökumət evi inşası başa çatdırılır. Tofiq Bəhramov adına Respublika stadionunun inşası başa çatır və Azərbaycan televiziya qülləsi 1956-cı ildə fəaliyyətə başlamışdı. Və 1960-cı illərdə isə istifadəyə verilən obyektlər Akademiya və Universitet şəhərcikləri, Mərkəzi Univermaq, Dövlət sirki, Bakı hava limanı olmuşdu. Bayaq metropoliteni də yenə qeyd etdik. Burada Dövlət sirki də bu dövrə aiddir. Və 70-ci illər Bakı Dəniz Vağzalı, Respublika sarayı, indiki Heydər Əliyev adına saraydır və Azadlıq meydanı memarlıq ansamblı da 70-ci illərə aiddir.
Və burada onu əlavə edim. 50-ci illərə biz Şamaxı Astrofizik Rəsədxanasını da yenə daxil edə bilərik. Və 1980-ci illər Gülüstan Sarayı, Yeni Zoopark, Örtülü İdman kompleksi, Əhmədli və Badamdar yaşayış massivləri. Bu 1980-ci illərdəki obyektlərin adını kodla, siz göbək kodunu yadınızda saxlaya bilərsiniz. Gülüstan Sarayı, Örtülü İdman kompleksi, Badamdar, Əhmədli və Yeni Zoopark formasında yadınızda saxlaya bilərsiniz. Və digər mühüm binalar isə Azərbaycan Dövlət Dram Teatrının binası tikilir, Daxili İşlər Nazirliyinin binası tikilir və Axundov adına Dövlət Kitabxanası bu dövrdə istifadəyə verilmişdi. Belə bugünkü dərsimizdə demək olar ki, bu qədər. Burada isə yəni qısa yığcamlaşdırmanı görürük. 45-ci il Elmlər Akademiyası Arşın Malalan filmi, 46-47 Mingəçevir və Qobustanda tədqiqatlar və 56-58 Səməd Vurğuna xalq şairi adının verilməsi, Məhəmməd Füzulinin yubileyi və həmçinin televiziya qülləsi və 59-66-cı illər 8 illik, 10 illik təhsil islahatları, 67-ci il Bakı metrosu, Novruz bayramının qeyd edilməsi, Ulduz jurnalı, 68-ci il Azıq adamının kəşfi, 71 Naxçıvanski adına hərbi məktəb, 77 Şuşanın tarixi memarlıq qoruğu elan edilməsi və 1982-ci il isə Hüseyn Cavidin nəşrinin Naxçıvana gətirilməsi. Belə, bugünkü dərsimizdə bu qədər. İzləməyi və videoları yoldaşlarınızla paylaşmağı da unutmayın. Hələlik.